Bu var, salır. O 20-30 kvadratda bura qoymuşuz. Kanal 21 xəbər verir ki, Ağcabədidə mərkəzi küçələrdən biri olan Rasim Tağıyev küçəsində təxminən 2 kilometrlik ərazidə asfaltlanma işləri həyata keçirilib. Səhər saatlarından başlayan yol təmiri prosesi boyunca ağır texnika küçə boyunca fasiləsiz çalışıb. Köhnə örtük qaldırılaraq yerinə yeni asfalt döşənib. Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov da işlərin gidişatını yerində izləyib. O bir neçə səlahiyyətli nümayəndə ilə birlikdə əraziyə baxış keçirərək görülən işlərin keyfiyyəti, yolun davamlılığı və təhlükəsizliyi ilə bağlı müvafiq tapşırıqlar verib. Səfər zamanı sakinlərin müraciətləri də dinlənilib. Küçə boyunca yaranan problemlər və əlavə ehtiyaclar müzakirə olunub. İcra başçısı bildirib ki, şəhərin əsas küçələrinin yenilənməsi mərhələli şəkildə davam etdiriləcək və bütün işlər sakinlərin rahatlığı nəzərə alınaraq icra olunur.
güzel oldu. Adam kökün ayırtlasınlar, eylesinler, yol açsınlar. Şeyli kaynaklanla yol aşağı gidiyor oraya. Bir anda geçiyor. Yol mahsur rampa. Abi yok, burayı bir əlavə saytılar mı tapıyor? Böyle şey değil. Yok, deli ama bir sıcaklar gelen bu tarafa. Ha. O bizim bir parka çıkartımızda bir parka. Yolu buradan eləyərlər asfalt axıra qədər. Ama yolumuzu siz bu vəziyyətdə zibil tökəksiniz. Bundan başqa bir tane de bu ne kadar bu? 200 metre en fazla. Kanal 21 olaraq görülən bu işlərə görə Ağcabədi rayon icra hakimiyyətinə, xüsusilə də prosesə bilavasitə nəzarət edən icra başçısı Rafil Hüseynova təşəkkürümüzü bildiririk. Şəhərin inkişafı və sakinlərin rahatlığı naminə görülən hər bir addım dəyərlidir.